Əvvəla Allahın salamı olsun hər birinizin üzərinizə. Dəfələrlə mən bu videoları çəkirəm. Sağ olsun Gədəbəy səhifəsi paylaşır. Paylaşanlardan Allah razı olsun. Amma dəstək olanımız yoxdur niyəsə. Mənim dəyərli yerlilərim, əziz Gədəbəylilərim, mən də Gədəbəyliyəm, mən də sizin öz yerinizəm. Mən başa düşə bilmirəm. Mən gedim kimdən kömək istəyim? Və sizi qoyum hansı ermənidənmi? Nə bilim, üzdən İraqdardanmı, Petuxlardanmı kömək istəyim? Ölkəmizdə kişi, namuslu, qeyrətli kişilərimiz, namuslu, qeyrətli bacılarımız qalmayıb və mən gedim Petuxlardan kömək istəyim. Nə oların axı? Mənim bu balama rəhm eləyin. Kömək eləyin ki, mən də qızımı ayağa qaldırım. O da istəyirəm ki, tam normal bizi kimi yerisin, ayağa qalxsın. Sağlam böyüsün, gələcəyin bir anasıdır, əsgər bacısıdır. Mən də əsgər böyüdürəm, mənim də evimdən əsgər çıxacaq. Bəlli deyil, gedib salamat gələcək, gəlməyəcək, ya şəhid mi olacaq, qazi mi olacaq, sonda yenə kasıbın balasına olacaq olan. Bugün siz mənim əlimdən tutun, unutmayın, Allah hər şeyi görəndir, Allah da sizin əlinizdən tutsun. Bir daha xahiş edirəm, yalvarıram, səsimi eşidən varsa kömək edin. Artıq görüb keçməyin. İnanmayan varsa biz Bakı şəhəri Hövsan kəndində kirayə qalırıq. Gəlin bir baxın. Çox sağ olun. Allah razı olsun.